Görüntülər Salyan rayonundandır. Ələtastar avtomobil yolunun 33-cü kilometrliyində minik avtomobili qəfildən alışıb. Hadisə zamanı avtomobilin mühərrik və salon hissəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Yanğın qısa zamanda söndürülüb, lakin nəqliyyat vasitəsi demək olar ki, tamamilə yanaraq məhv olub. Bu son günlər elektrik avtomobillərinin yanması ilə bağlı ilk fakt deyil. Tez-tez bu kimi hallar yaşanır və əksər insanlar bunu yeni nəsil avtomobillərlə əlaqələndirir. Yəni elektrik və hibrid avtomobilləri ilə. Elektronikdə problemli maşınlar çox gəlir içindən. Batareya kasa qızır və salonda alışma baş verir. İstifadə qaydası düzgün deyil. Hibridlərdə gərək bu benzinin tam qurtarmasına imkan verməyəsə. Çünki benzin qutarsa batareya gücə düşəcəkdir. Naqruzkada işləyəcəkdir, o da belə olacaq. Əlavə avadanlıqlar qoşulur avtomobillərə, əlavə cihazlar qoşulur. Çox güman ki, ondan ola bilər. Vaxtını doldurulmasıdır, batareykanın vaxtından artıq istifadəsinin qarşısını almasıdır. Bəzi məsələlər var ki, onları gözləyəsən. Torpaqlama olmalıdır. Şarj cihazlarında. Mütəxəssislər elektrik və hibrid avtomobillərinin yanmasını bir neçə səbəblə əlaqələndirir. Ən başlıca səbəblərdən biri belə deyək, istehsal xətalarıdır. İstehsalda materialın zəif olmağı, keyfiyyətinin zəif olmağı ilə əlaqədar ola bilir. İsinmə, daha həddindən artıq qızma nəticəsində professional olmayan elektrik alətləri, şarj alətləri ilə avtomobillərin şarj olunması nəticəsində və eyni zamanda düzgün şarj olunmama nəticəsində. Yəni düzgün şarj olunmama deyəndə nəyə nəzərdə tutulur? Həddindən artıq şarj olunma və yaxud da ki, həddindən az şarj olunma nəticəsində. Usta deyir ki, elektriklə işləyən avtomobillərin yanması digər avtomobillərə nisbətən daha təhlükəli və risklidir. Ən çox plug-in hibrid, hansı ki, həm mühərrik, həm batarya vasitəsilə işləyən avtomobillər olur və çox vaxt sərfiyyatı aşağı salmaqdan ötürü insanlar, belə deyək ki, bu avtomobilləri şarj etmirlər və bu yüklənmə baş verir və yaxud da benzindən ümumiyyətlə istifadə etmirlər. Yəni, daxili yanma mühərrikindən ümumiyyətlə istifadə etmirlər və ən çox üstünlük verilir, belə deyək ki, həmin o hibrid bataryalardan istifadəyə və bu da həmin avtomobillərdə müəyyən mənada qızmalara səbəb olur. Mütəxəssislər deyir ki, düzgün texniki qulluq və orijinal avadanlıqlardan istifadə bu riskləri minimuma indirə bilər. Əks halda kiçik bir səhlənkarlıq böyük fəsadlara səbəb ola bilər. Günər Şızayeva, Diana Cəlali, Nadir Cəllov, Spice xəbər.